Antibiotik müalicəsindən sonra bağırsaqlarda nə baş verir? Antibiotiklər infeksiyanı müalicə eləyir, amma eyni zamanda bağırsaqlardakı faydalı bakteriyaları da məhv eləyir. Məhz buna görə də antibiotikdən sonra bir çox insanda ishal, qəbzlik, köp, qaz və qarında ağırlıq yaranır. Bağırsaqlarımızda həzmi və immuniteti dəstəkləyən milyonlarla faydalı bakteriyalar var. Antibiotik qəbul etdikdə bu tarazlıq pozulur, nəticədə bağırsaq normal işləməkdə çətinlik çəkir. Araşdırmalar göstərir ki, antibiotik istifadə edən insanların hər 3 nəfəri birində müalicə zamanı və yaxud da sonra antibiotiklə bağlı ishal yaranır. Bir çox insanda isə günlərlə, bəzən də həftələrlə köp, qaz, iştahsızlıq və həzm ağırlığı olur. Çünki bağırsaq florasının özü-özünə bərpası çox vaxt aparır, bəzən bu proses aylarla uzanır. Bu mərhələdə əsas məqsəd məhv olunan faydalı bakteriyaları yenidən bərpa etməkdir. Bu səbəbdən həkimlər antibiotikdən yanaşı və yaxud da ondan sonra probiotiklər qəbulunu tövsiyə eləyirlər. Probiotiklər bağırsağa faydalı bakteriyaları qaytarır və tarazlığın daha tez bərpa olunmasına kömək eləyir. Bugün sizə təqdim edəcəyim Symbiotic Plus probiotik və prebiotik tərkibli olduğu üçün təsiri çox sürətlidir. Probiotiklər faydalı bakteriyalardır, prebiotiklər isə həmin o faydalı bakteriyaların qidasıdır. Bu ikisi birlikdə olduqda təsiri daha da güclənir və yaxud da sürətlənir. Symbiotic Plus şişkinliyi azaldır, qəbzlik və ishal kimi halları yüngülləşdirir. Bağırsaqda pozulan tarazlığı yenidən qurmağa dəstək olur və yeməkdən sonra yaranan ağırlıq hissini azaldır. Gündə sadəcə bir kapsul kifayətdir. Həkim və əzacların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.